Salam aleyküm hörmətli izləyicilər, hörmətli mühasib bələdçi verilişinin daimi izləyiciləri. Bugün sizlərlə daha maraqlı bir mövzu ilə önünüzə gəlmişik. Bildiyimiz kimi PMS imtahanları ilə bağlı elektron imtahana keçid ərəfəsindəyik və dinləyicilərimizin, mühasiblərin imtahanda iştirak eləmək istəyən şəxslərin çox sayılı sualları nəzərə alaraq bugün çox maraqlı və mühüm bir qonaq dəvət eləmişik. Belə ki, Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə böyük məsləhətçisi Faiq Abdullayev bugün bizim qonağımızdır. Və Faiq müəllim, xoş gəlmişsiniz verilişimizə. Təşəkkür edirəm. Bugün sizlərə mühasiblərin xeyli suallarını gətirmişik. Belə ki, biz o Dövlət İmtahan Mərkəzində sonuncu görüşümüzdən sonra biz də həm öz belə deyək ki, mühasib camiyyəsində, tanış ətrafımızda, sonra kursumuzda tədris alan şəxslər, yaxın ətrafda müəllim yoldaşlarında bir yerdə belə deyək ki, görüşlərimizdə müəyyən suallar ortaya çıxdı ki, dedi ictimaiyyət də, mühasiblər və bu imtahanda iştirak eləmək istəyən şəxslər də bu sualları daha belə ətraflı bələdçi verilişindən dinləsinlər. Faiq müəllim, elə birinci sualı sizə elə vermək istəyərdim. İlk öncə bu imtahanın elektron formata keçməsinin zərurəti nə oldu? Yəni artıq bildiyimiz kimi 2020-ci ildən bu yana, yəni 5 ildir ki, bu imtahanlar artıq davam elədi kağız formatda və artıq deyim öz imtahanını elektron formata keçirir. Bunun bir zərurəti barədə bir qısa məlumat desəydiniz yaxşı olardı. Təşəkkür edirəm Radio müəllim dəvət elədiyiniz üçün. Ümidvaram ki, izləyicilər üçün faydalı müzakirələrimiz olacaqdır. Qeyd edeyim ki, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların elektron formaya keçirilməsi birbaşa PMS imtahanları ilə əlaqədar deyil. Bütün imtahanların elektron format təşkili üçün Dövlət İmtahan Mərkəzi bu gün müvafiq işlər həyata keçirir və tədricən daha az iştirakçı zərurəti yaranan imtahanlardan başlayaraq tədricən belə deyək, bu istiqamətdə təkmilləşmə gedir ki, bütün imtahanlar elektron formada həyata keçirilsin. Peşəkar mühasib sertifikatı imtahanlarının elektron forması nə gəldikdə isə bu əslində bizim üçün çox önəmli məsələdir, mühasiblər üçün, həmkarlarımız üçün. Mən özüm 2022-ci ildə peşəkar mühasib sertifikatı imtahanında iştirak edəndə ən böyük çətinliyim və arzum olmuşdu ki, imtahanlar bir mühasibin öyrəşdiyi mühitdə keçirilsin. Həm otaq şəraiti, həm inventarların vəziyyəti, həm kompüter arxasında mühasib bütün günün keçirir buna uyğun formada. Kağızlarında mühasib üçün çətindir və oradakı inventarlar, balaca stol, bir tərəfə kağızı, sual kitabçasını qoyuruq, digər tərəfə cavab fərəğin, kalkulator və s. Onları idarə eləmək kifayət qədər vaxt itkimizdə səbəb olur və stres yarada bilir bəzən. Buna görə elektron imtahanların keçirilməsi zəruridir və həmçinin elektron imtahanların elektron formada keçirilməsinin bir çox üstünlükləri olacaq. İştirakçıların bir çox belə deyək, şikayətləri aradan qalxmış olacaq. Misal üçün, elektron formada saat göstərilir avtomatik. İmtahan iştirakçıların belə şikayəti olurdu ki, nəzarətçi 3 dəqiqə, 5 dəqiqə tez bitirdi və s. kimi. Artıq bu olmayacaq. Orada öz vaxtını özün nəzarət edə biləcək yetərə qədər. Bundan sonra qapalı sualların sonradan dəyişdirilməsi olsun. Bəzən namizəd cavablandırır, sonradan düşünür ki, cavab fərqli olmalıdır, sonradan kağızlarında dəyişmək mümkün olmurdu. Elektron formada bunu rahatlıqla geriyə qayıdıb dəyişmək mümkün olacaq. Həmçinin kalkulatorun proqramı tərkibində olmağı önəmlidir ki, mühasib həmçinin öyrəşib, ümumiyyətlə, bir mühasiblər adətən öyrəşmiş ki, klaviaturadan və kompüterin ekranından istifadə eləməyə. Bu daha rahatdır bizim üçün. Nəinki, əlavə kalkulatora bax, diqqəti yayındır bir qədər, sonra kalkulatorun düz işləyib, səhv işləmək məsələsi var, onu yoxla və s. Bu kimi bir çox məsələlərin həlli üçün imtahanların elektron formada keçirilməsi önəmlidir və qeyd etdiyim kimi, otaq şəraiti bildiyiniz kimi ötən il
elektron imtahanlar binası istifadəyə verilmişdi. İmtahanlar orada keçiriləcək və orada yaradılan şərait kifayət qədər mühasibin öyrəşdiyi mühitə uyğundur. İnventarlar, həm oturacağı, həm stolu, həm kompüter və s. otağın temperaturu. Bu baxımdan imtahanın elektron formada keçirilməsi düşünürəm ki, böyük əhəmiyyəti olacaqdır. Çox sağ olun Faiq müəllim, çox ətraflı izah elədiniz. Həqiqətən də mən də dəstəkləyirəm. Yəni mühasiblər zaten kompüterə öyrəşiblər. Yəni onları öz mühitində imtahan götürmək artıq bu dəfə onların heç bir şikayəti olmamalıdır. Əksinə daha da onlar təşəkkür etməlidirlər ki, nə yaxşı ki, yəni tam sanki iş rejimində biz o sualları cavablandırırıq. Faiq müəllim, burada növbəti bir sual meydana çıxır. Bildiyimiz kimi bəzi yaşlı nəsil var ki, bunlar biraz kompüter öyrəşməyiblər. Hələ də baxmayaraq ki, artıq neçə illər texnoloji yeniliklərə keçsək də, amma baxırıq ki, məsələn, büdcə təşkilatlarında, məsələn, mən qarşılaşmışam, hələ də kompüterlə işləyə bilməyən yoldaşlar var. Yenə də bəzən şotka ilə işləyən yoldaşları da görmüşük. Yəni, bax, onlara axırı necə olacaq? Belə deyək ki, onların biraz narazılığı var. Yəni, onların nəzərə alınması, nə düşünürsünüz bu barədə? Belə deyək də, biz irəli baxmalıyıq, təkmilləşməyə doğru. Bugünkü dünyanın tələblərinə uyğun inkişafa getməliyik. İmtahanın da əsas məqsədi budur, özümüzü təkmilləşdirək və kompüterdən istifadə də bugünkü dövrün ən zəruri, ən minimal tələblərindən biridir. İmtahan proqramı da elə bir mürəkkəb qurulmayıb ki, orada böyük bir kompüter bilgisi tələb olunsun. Çox sadə şəkildə hər bir kəsin bir günə, yaxud bir neçə saata mənimsəyə biləcəyi qədər bir funksiyalar mövcuddur imtahan proqramında. Ona görə bunun üçün mən düşünürəm, onlar çətinlik çəkməməlidir. Və onların bir çox problemlərin aradan qalxmasına səbəb olur. Qeyd etdiklərimizə əlavə eləyək ki, açıq tipli suallarda, misal üçün, qaralama, şollama halları olurdu, oxunuqluğu çətinləşirdi və imtahan yoxlama prosesini həm uzadır, çətinlik yaradır, həm də bəzən ola bilərdi ki, düzgün qiymət verilməməyinə səbəb ola bilərdi. Çünki oxunaqlığı yetərincə təmin olmaya bilirdi. Bu məsələlər belə deyək də önəmlidir. Buna görə həmçinin bir məsələ də qeyd edim ki, bilirsiniz ki, 31 dekabr 2024-cü il tarixə qədər Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 nömrəli qərarı ilə bütün artıq bu hansı şəxslər ki, bu proqramı əhatə eləyir, paylanan nəzarət sərfi dövlətə məxsus olan hüquqi şəxslər, qiymətli kağızları fond birjasında olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai himməti qurumlar, iri və orta sahibkarlıq subyektləri, büdcə təşkilatları öz maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri artıq peşəkar mühasib olmalı idi. Artıq onlar özlərini gecikdiribsə, vaxtında bu sertifikata malik olmayıbsa, bu onların da qəbahətidir. Onlar artıq bir dəfə özlərini təkmilləşdirmiş olacaqdı. Növbəti dəfə imtahan verəndə onlar üçün çox çətin olmayacaqdı. Və onlar yaşlı nəsil qeyd elədiyiniz 5 ildən sonra ola bilsin ki, təqaüdə çıxacaqdı. Ona görə düşünürəm ki, burada onların da üzərinə müəyyən qəbahət düşür. Amma onlara nəzərə aldığımız məqam da budur ki, imtahan proqramı maksimum sayda qurulub ki, hər bir kəs asanlığına onu mənimsəyib imtahanda iştirak edə bilsin. Həmçinin bilirsiniz ki, imtahanın demo versiyasını artıq səhifəmizdə yerləşdirmişik. Demo versiyası ilə özünü məşq elətdirə bilər, həmin şəxslər imtahana hazır ola bilərlər. Faiq müəllim, əslində tam ətraflı izah elədiniz. Yaşlı nəsil üçün demək hər cürə şərait yaranıb. Yəni onların heç bir bəhanəsi yoxdur ki, yəni burada desin ki, yox, bəs bizə uyğun gəlmir. Həm də DİM-in portalında da demo versiya da var. Yəni hətta sınaq imtahanı da var irəlidə. İndi o barədə də suallarım olacaq. Yəni demo versiyadan da rahat-rahat baxıb özlərini təkmilləşdirə bilərlər. İstədiyi vaxtı, yəni girsinlər imtahanı sağa sola bir dəfə, neçə dəfə istəyirlər, verə bilərlər ki, yəni tam hazır olsunlar. İndi bir növbəti sual yaranır. Bayaq qeyd elədiniz, kalkulyator məsələsi artıq sistemdə var. İndi yəqin ki, belə bir düşüncə olacaq. İmtahanda iştirak eləmək istəyən şəxslər özlərindən kalkulyator həmişə gətirməyə öyrəşiblər. Bu dəfə də gətirmək və ya kağız qələm məsələsi zaten əvvəl icazə verilmirdi kağız. Sadəcə kalkulyatorla gəlirdi. Yəqin ki, yenə kağıza
icazə verilməyəcək. Bəs kalkulyatora icazə veriləcəkmi? Kalkulyatora icazə verilməməsi nəzərdə tutulub. Çünki kalkulyator verilməsi ona görə nəzərdə əvvəl verilirdi ki, həqiqətən ehtiyac var. Yəni bu kalkulyatorsuz əməliyyatlar aparmaq mümkün deyil. Kağız üzərində alt-alta toplama ilə bu imtahan vaxtında ərzində çatdırmaq mümkün deyil. Lakin artıq imtahan proqramının özündə kalkulyatorun olması özü ilə kalkulyator gətirməsinə ehtiyac olmayacaq. Həmçinin təhlükəsizliyin təmin olunması üçün önəmlidir. Kalkulyator bilirsiniz ki, yoxlamaq mümkün deyil. Özü cihazdır. Cihazın içərisində hər hansı bir cihaz yerləşdirməsini yoxlamaq mümkün deyil. Ona görə bu təhlükəsizlik məsələləri üçün də önəmlidir. Bu baxımdan kalkulyatorun icazə verilməsinə nəzərdə tutulmur. İcazə verilmir deyəndə də biraz fərqli başa düşülür. Yəni kalkulyator var da, belə deyil. Kalkulyator var. Həmçində, yəni əslində həm kalkulyator var, həmçində Excelin də kalkulyator var. Yəni daha geniş şərait yaranır ki, onların Üzr istəyirəm, o hissəsini əlavə edeyim. Excelin olmağı önəmlidir. Bir mühasibdə öyrəşmiş əsasən Exceldən istifadə etməyə və müvafiq digər mühasibatlıq proqramlarından istifadə etməyə, bugünkü gündə kağızla, kalkulyatorla bugünkü gün tələbinə cavab verəcək sürətdə bir müəssisənin çotunu aparmaq mümkün deyil. Yəni o kağızla bu iş aparanlar buna tədricən vərdiş eləməlidir. Çünki onların apardığı vaxtda icra elədikləri işləri bu gün artıq belə deyək də bir nəfər onların 10-15 bəlkə də işini görə bilir. Elektron formada daha sürətli şəkildə və daha dəqiqliklə bu işləri icra edə bilir. Bu baxımdan düşünürəm ki, onlar özlərini biraz təkmilləşdirməlidir. Lap yaxşı. Faqih müəllim, bu imtahanla əlaqədar eşitdik ki, sınaq imtahanı da olacaq ayrıca. Yəni o barədə də müəyyən o suallar gəlir ki, yəni sınaq imtahanı necə planlaşdırılıb? Tarix olaraq deyəsən 27 aprel tarixi müəyyənləşib. Yəni bu sınaq imtahanının iştirakçılara faydaları və onun həm qiyməti barədə, həm sınaq imtahanları mütəmadi olacaq və hər imtahandan qabaq mı olacaq? Bu barədə də məlumat versəz yaxşı olardı. Təşəkkür edirəm suala görə. Sınaq imtahanı 27 aprelə planlaşdırılıb, qeyd edeyim, və birinci gündən qeydiyyatı çox güman ki, başlanılacaq. Və sınaq imtahanında imtahan proqramlarına tam olaraq uyğun formatda çətinlik dərəcəsi və digər cəhətləri tam olaraq imtahan formatına uyğun olacaq. Yəni orada sınaqda iştirak etməklə həm proqramdan necə istifadə edəcəyini bir daha özünə sınamış olacaq, həmçinin imtahanın suallarına da hazır olmuş olacaq. Çətinlik dərəcəsi uyğun olacaq. Sınaq imtahanlarının mütəmadi aparılmasına gəldikdə isə bu tələbə uyğun olaraq ola bilər. Yəni ilkin olaraq elə bir nəzərdə tutulmayıb, əvvəldə də bilirsiniz ki, sınaq imtahanı olmurdu. Lakin iştirakçıların elə bir tələbləri olarsa, ola bilər. Sınaq imtahan qiyməti barədə bir də 40 manat olaq nəzərdə. 40 manat olan. Yəni dinləyicilərimiz də yəni bilsinlər, bir daha 13 apreldən başlayaraq artıq deməli sınaq imtahanına qeydiyyat başlayacaq və sınaq imtahanının qiyməti də 40 manat olacaqdır. Lap yaxşı. Deməli bu bəzi belə suallar da gəlir ki, Faqih müəllim, bu sınaq imtahanının əsas imtahana yaxınlığı necədir? Məsələn, sınaq imtahanının yoxlanması, bu proses necə olacaq? Yəni orada da 5 ballıq bildiyimiz kimi suallar var. Onlar da biraz məsələn normal imtahanlarda hardasa sonuncu imtahanda bir aya yaxın bir o cavabın çıxması oldu. Burada necə olacaq? Dərhal mı çıxacaq, yoxsa uzun prosesimi çəkəcək və soruşurlar ki, imtahana yaxınlıq dərəcəsindədir. Məsələn, mən əgər buradan 50 bal toplayaramsa, görəsən finaldan da əsas imtahandan da 50 bal keçmə ehtimalın varmı? Bəli, təbii ki, çətinlik dərəcəsi və proqramı tam olaraq imtahana uyğun olacaq. Ona görə dərəcəsi eynidir. İmtahanı uyğun olacaq. Orada eyni nəticə göstərdiyi nəticəyə yaxın bir nəticə çox güman ki, imtahanda da göstərəcək. Belə deyək, sınaq imtahanının yoxlanması prosesinə gəldikdə eyni şəkildə imtahanda olduğu kimi aparılacaq. Açıq suallar eyni formatda yoxlanılacaq. Neçə günə bitəcəyini biz indi tam müəyyənləşdirə bilmirik. Çox güman ki, ilk başlanğıcda eyni qədər vaxt kimi əvvəlcədən
qoyulacaq. İştirakçıların sayından asılıdır. Normal imtahanda 2000 nəfər iştirak edirdi. 2000 nəfərə bəzən 2500-ə qədər iştirakçı olub. Bu iştirakçıya görə biz 6 həftəlik vaxt müəyyənləşdirmişdik cavabların açıqlanmasını. Burada da iştirakçı sayına uyğun olaraq mütənasib şəkildə bir vaxt qoyulacaq ilkin olaraq, amma sonradan biləcəyik ki, bu elektron imtahan formatı bizə nə dərəcədə köməklik göstərdi ki, o materialları yoxlamaq daha qısa müddətdə baş versin. Bilirsiniz kimi, qaralama, korlama halları olmayacaq. Bizim ən böyük vaxtımız gedirdi bu kimi işlərə. Bəzən bir sualı 15-20 dəqiqə sərf edirdik ki, bir nəfərin cəmi bir sualına cavab vərəqini yoxlanmağa. Buna görə də belə deyək, bu proses uzanırdı və biz buna maksimum həssaslıqla yanaşırdıq ki, maksimum dəqiq bal verilsin, yəni 100-dən keçmə olmurdu, maksimum dəqiq bal verilsin. Ona görə həmən o qaralama, korlama işinin içinə daxil olurduq. O özümüzü bəzən çox yorulurduq, onun gözümüz kifayət qədər yorulurdu. İndi bu kimi hallar aradan qalxacaq deyə güman edirik ki, daha tez baş verəcək bu yoxlama prosesinin bitməyi. Amma indi bizim üçün də sınaqdır bu baxımdan. Bəli. Ən azı inşallah növbəti imtahana qədər cavablar çıxacaqdır. Bəli. Bir dənə də belə bir sual da yaranır Faiq müəllim. Açıq, qapalı sualların cavabları dərhal yəni çıxır. Bunu daha doğrusu əslində dərhal indiyə qədər çıxmayıb. Biz finalda bunu görmüşük, son nəticə gələndə. Amma artıq bu elektron formata keçəndən sonra kompüterdə oturan yoldaş məsələn ən az orada 31-ci suala qədər, yəni 30 bu 1-2 ballıq sualların cavablarını dərhal görə biləcəklərmi? Və ikincisi 5 ballıqlar necə? İrəlidə onun da belə deyək ki, avtomatlaşdırılması nəzərdə tutulub bu. Yəni ki, imtahanın həm 1-2 ballıq sualların cavabları, həm də 5 ballıq da elə dərhal çıxsın, çox da gözləməsinlər. Bu həm Dövlət İmtahan Mərkəzi üçün, həm də iştirakçılar üçün biraz daha asanlıq yaradar deyə belə bir fikir var ictimaiyyətdə. Qapalı sualların ayrılıqda təkcə çıxmağı üçün belə müraciətlər demək olar ki, olmayıb bizə. Bu, amma biz müzakirə edirik hal-hazırda. Ola bilsin ki, bu tətbiq olunsun. Hələ müzakirə yekunlaşmayıb. Kifayət qədər, belə deyək, müraciət də yoxdur ki, əvvəlcədən ancaq qapalı sualların cavabını bilək. Maraq doğurarsa buna etmək olar. Bu elə bir çətin proses deyil. Açıq tipli sualların daha belə avtomatlaşdırılmış formada, aynı şəkildə bəlli olmasına gəldikdə isə bu süni intellekt vasitəsilə mümkün ola bilər. Hal-hazırda süni intellektin səviyyəsi hələ ora çatmayıb. Yəni biz Dövlət İmtahan Mərkəzi süni intellektin inkişafını ən yaxından izləyən qurumlardan biridir ölkəmizdə. Daim maraq dairəsindədir. Beynəlxalq təşkilatları da izləyirik daim. Və bildiyiniz kimi bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar da var. İmtahanlar keçirdilər. Onların heç biri hələ ki süni intellektdən istifadə edərək cavabların açıqlanması istiqamətində hələ addım atmayıblar. Hamımız bizim kimi belə deyək, araşdırmanı aparır, diqqət mərkəzində saxlayır. Bu süni intellekt buna tam cavab verdikdə bunu reallaşdırmaq olar. Çünki ən önəmlidir ki, düzgün şəkildə qiymətləndirmək, maksimum şəkildə iştirakçının verdiyi cavabın ən yüksək balı nədirsə o balı verə bilək. Süni intellekt hələ ki, bu istiqamətdə yetərli qədər inkişaf eləməyib. Digər sahələrdə inkişaf edib. Məsəl üçün, bəlkə də imtahana nəzarət sahəsini bəlkə də süni intellektin aparmaq olar. Çünki artıq ölkəmizdə də bu sahədə süni intellektin imkanları mövcuddur. Bəzi hətta marketlər bundan istifadə edir. Müştəri mağazına daxil olanda müştəri haqqında məlumatlar avtomatik daxil olur kameralar vasitəsilə ki, bu müştəri dələduzdur, müştəri hansı məhsullarını almağına önəm verir və s. və digər məqamlar yazılır, süni intellekt vasitəsilə ilkin məlumat verə bilir. Süni intellekt bu sahədə daha sürətli inkişaf edib. Bəlkə də imtahanların keçirilməsini, yəni imtahanın nəzarət şöbəsi bundan daha çox istifadə edə bilər. Amma bizim departament, yəni yoxlama ölçmə materiallarının işlənməsi departamenti, sualların hazırlanması olsun, ekspertizası olsun,
açıq tipli sualların yox olması olsun. Bu sahədə hələ də süni intellektin mənfi cəhətləri kifayət qədərdir. Ona görə bunu birbaşa tətbiq etmək hələ ki mümkün deyil. Bu sözü qüvvət olaraq deyim. Yəni bəli, bu imtahan yoxlama prosesi həddən artıq subyektiv bir məsələdir və orada çox məsələlər ola bilər və istər-istəməz yəni mənə elə gəlir ki, bu imtahan yoxlama prosesində hələ ki beynəlxalq dövlətlər bizdə bundan daha öndədirlər. DeepIFR imtahanı siz bayaq yaxşı vurğuladınız İngiltərədə, Amerikada. Hələ də orada yenə də o açıq suallar var və yenə də ekspertlərə ehtiyac var. Çünki yəni bu prosesdə iştirak etdiyimə görə yəni bilirsən ki, orada çox fərqli situasiyalar yarana bilər. Bəzən o bal məsələsini verəndə onun bir növü imtahanda iştirak edib onu hiss etmək. Çünki süni intellekt necə işləyir? Süni intellekt ancaq ona verilən proqram üzrə işləyir. Onun belə də iradəsi yoxdur, onun duyğuları yoxdur. Amma biraz ekspert duyğularını da işə qata bilir və s. O nöqteyi nəzərdən düz qeyd elədiniz. Yəni ki, 5 ballıq suallar hələ də ki, yenə də ekspertlər vasitəsilə yoxlanacaqdır. Deməli, növbəti sualım nədir, Faiq müəllim? Bu belə bir sual gəlir yoldaşlardan ki, bu demo versiya ki var, o imtahana qədər yenilənəcəkmi demo, yoxsa elə sabit qalacaqdır? Yox, yenilənməsi olan məqamlar var. Hansı ki, proqramın özündə nələrsə təkmilləşəcək məqamlar var, bəzi məsələlər. Onlar orada da yenilənəcək. Məsələn, kalkulyatorun istifadəsi ilə bağlı bəzi funksiyalar əlavə olunacaq. Sonra mətn redaksiyası və s. ilə bağlı bəzi detallar əlavə olunacaq. Bu kimi məsələlər orada da yenilənmiş olacaq. Proqramda dəyişdirildikcə orada da yenilənmiş. Amma suallar olaraq həmin eyni suallar qalmış olacaq. Eyni suallar qalmış. Burada məqsəd odur ki, demo versiyanın məqsədi budur ki, proqramı işlətməyi öyrənsinlər, proqramı necə istifadə etməyi öyrənsinlər. Orada məqsəd belə deyək, yeni imtahanlar keçirmək deyil. Orada onu qeyd edirəm ki, bəziləri belə bu cür müraciətlər edib ki, bunun cavabı nə çıxacaq? Demo versiya cavab çıxmaq üçün deyil, yəni onun nəticəsi bəlli olmayacaq. O sadəcə olaraq necə istifadə edə biləcəyimizi bilmək üçündür. Həmçinin demo versiyanın vasitəsilə ictimaiyyata Tesla toplusu təqdim olmuş oldu. İndiyə kimi bu kimi də bizə müraciətlər var ki, bəs Dövlət İmtahan Mərkəzinin səhifəsində test toplusu yoxdur, nümunə test toplusu yoxdur. Artıq demo versiya vasitəsilə bu məsələdə öz həllini tapmışam. Yəni həqiqətən də mən bu gün özüm də elə demo versiyada qeydiyyatdan keçdim və istifadəyə başladım. Yəni çox rahatdır. Yəni sözün əsl mənasında. Yəni indiyə qədər olan yoldaşlar üçün bunlar üçün bir şansdır ki, yəni hər cür yəni başqa bir sual məncə çıxası deyil. İndi bir məsələ də çıxır ortaya, Faiq müəllim. Yəni imtahanın bu artıq elektron versiya keçməsi 5 ildir ki, imtahan formatında eyni sabit qalmaqdadır. 1-2 ballıq, 5 ballıq suallar, 10 ballıq suallar var. Yəni bununla bağlı bu elektrona keçidlə əlaqədar yəni sual formatının dəyişməsi gözlənilirmi? Bu dövlət elektrona, bəli. Təkcə elektrona keçməklə bağlı deyil. Ümumiyyətlə bu istiqamətdə müəyyən addımların atılması zəruridir düşünürəm. Bu istiqamətdə ekspertlərimizlə müzakirələr aparmışıq, müvafiq təklif hazırlamışıq. Sadəcə olaraq ilk 5 ildə hamı üçün eyni şərait yaradılsın deyə dəyişdirilmir, olduğu kimi saxlanılır. Növbəti 5 ildə ola bilər. Bunun üçün də bilirsiniz ki, İmtahan aparılması texnologiyası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir, 237 nömrəli qərarı ilə tənzimlənir. Dediyiniz məqamlar orada qeyd olunub. Neçə sual 1 ballıq olmalıdır, neçəsi 2 bal, 5 bal və 10 bal. Burada dəyişiklik olmaq üçün Nazirlər Kabinetinin qərarında dəyişiklik olmalıdır. Bu elə də asan məsələ deyil. Ekspertlərin rəyi və s. lazımdır. Düzdür, ekspert rəyləri artıq var. Ekspertlərlə məsləhətləşib müvafiq təklif hazırlamışıq. Belə ki, qeyd edeyim ki, imtahan sualının 40 olması biraz fərqlilik yaradır. Bilirsiniz ki, azad olma hüququ olan sertifikatlar mövcuddur, beynəlxalq sertifikatlar mövcuddur ki, onlarda sual sayı maksimum 23-dür. Yəni bu qədər sual sayı yoxdur. Lakin bizdə 40-dır və bunlar müqayisə edəndə uyğun gəlmir biraz və biz sual hazırlayarkən də, imtahan sualını hazırlayarkən də belə bir tələbimiz var ki,
imtahan vaxtının sualların sayına nisbətini götürürük. Çətinlik dərəcəsini onunla müəyyənləşdiririk ki, bu iştirakçı bütün suallara daxil olub qiymətləndirə bilsin, onun hamısına nəzər yetirə bilsin. Burada da ona görə də imtahan yetərli qədər pratik olmaya bilir bəzən. Bəzi suallar asan olmuş olur. Onu deyim, asan deyəndə də biraz düzgün hallanmır. Praktiki insan üçün, praktiki mütəxəssis üçün asan sual daha çətindir. Şəxsən mənim üçün asan sual daha çətindir. Çünki orada detalları görməyəndə adam maraqlı gəlir də. Yəni bu yoxdur və s. Bu necə olacaq bu balansına, yəni uçot yoxdur da, yəni baxımdan. Buna görə bu istiqamətdə təkliflərimiz var. Orada ən önəmli məsələlərdən sual sayının azalmasıdır. Ondan əlavə imtahan birinci mərhələsi bilirsiniz ki, əsasən maliyyə hesabatdan beynəlxalq standartları nəzərdə tutulub. Amma peşəkar mühasibə sertifikatı imtahanlarında olan sualların bilirsiniz ki, 14-ü qanunvericiliklərə hədr edilir. Bəs azad olma sertifikatı verdiyimiz həmin imtahanda yalnız IFRS, yəni ki, maliyyə hesabatının beynəlxalq standartları üzrə bilgisi ölçülür. Bizim peşəkar mühasibə sertifikatı imtahanlarında isə həm də qanunvericilik bilgiləri ölçülür. Ona niyə azad olma hüququ verməliyik? Yəni, o bilgiləri ölçülməyib, baxı, bu bilgilərə malik deyil. Bu istiqamətdə ona görə qanunvericilik bazasının birinci mərhələdə azalmasına ehtiyac var. Bunun nəticəsində də təbii ki, imtahan sualların ballarında dəyişiklik olmuş olacaq. 15 ballıq suallar meydana gəlmiş ola biləcək. 10 ballıq səviyyəsində bilirsiniz ki, konsolidə edilmiş maliyyə hesabatı yetəri qədər praktiki deyil və digər maliyyə hesabatları yetəri qədər praktiki olmur. Onun lazımı yetəri qədər praktiki olmaq üçün və imtahan vaxtını kifayət eləmək üçün sual sayı azalmalıdır ki, həmin o 2 ədəd 10 ballıq sual, 15 ballıq sual kimi qiymətləndirilsin. Həmçinin 5 ballıq suallar da eyni qaydada 5 bal olanda təxminən 10 dəqiqə ərzində cavablandırmasını nəzərdə tutduğumuz bir material olur. Bunu 7 və 8 bal olmuş olsa, daha detallı bilgiləri ölçmüş ola bilərik. O nəticədə bu sertifikat almış şəxs praktikada gedib özünü doğrulda bilər. Bu baxımdan imtahan ikinci mərhələsinə də gəldikdə, burada mülki məcəllədən kifayət qədər çox sualın olması ekspertlər tərəfindən belə deyək, bu istiqamətdə rəyləri olub ki, bu qədər bilgi, mühasibə lazım ola bilər. Məsələ budur ki, ilk olaraq biz bunun maliyyə bilgisini ölçməliyik, əsas önəmli budur. Mülki məcəllə baxımından 3-4, maksimum 5 sualla hüquq nədir, öhdəlik nədir, məsələnin təşkilatı, hüquqi forması və s. bu kimi bilgiləri ölçsək kifayət eləməlidir. Çünki əsas biz burada mühasiblərin imtahan edirik, mühasibatlıq bilgisini ölçməliyik. Digər bilgilər onsuz da işə qəbul zamanı dövlət qulluğunda bilirsiniz ki, özünün imtahanı var, özəldə müsahibələr var və s. Onlar ölçülür. Bizim verdiyimiz sertifikatın mahiyyəti peşəkar mühasib sertifikatıdır. Bu baxımdan mühasibin peşəkarlığını ölçən səviyyədə olmalıdır. Bu baxımdan təkliflər hazırlamışıq ekspertlərimizlə birlikdə. Qeyd elədiyim kimi 5-ci il bu il tamam olacaq. Artıq bu il 5-ci ildir ki, imtahanlar keçilir. Bu ilin sonlarında və yaxud növbəti ildə dövlət orqanlarına belə deyək, bu proqram təklif daha doğrusu təqdim olunacaq ilin sonu yaxud da növbəti ilin əvvəllərində və onlar da rəy bildirdikdən sonra ictimaiyyətə açıqlanacaq. Çox güman ki, müvafiq dəyişikliklər növbəti illərdə olmuş olacaq. Bu da daha praktiki şəkildə sualların təqdim olunmasına və peşəkar mühasibə sertifikatı imtahanı almış şəxslərin özlərini daha yüksək səviyyədə doğrultmasına gətirib çıxaracaq. Qeyd edim ki, bu kimi iradlar adətən olur bizə qarşı ki, bəs əslində şəxs... mən o sualı verəcəydim ki, yəni bəzən o iradlar olur ki, bəs imtahanların praktikliyi məsələsi, məsələn, institutu yeni qurtarmış şəxsdir, gedir gəncdir və əzbərləyir və s. Kurslara gedir və qısa müddətdə öyrənir. Bəzən illərin təcrübəli olan yaşlı mühasibləri, 20 ilin, 30 ilin mühasibləri gedib imtahan verə bilmirlər.
Amma praktikası olmayan şəxslər gedib imtahanı rahat verir, keçir və bir HR-ın qabağında oturur və ona bir praktik sual verəndə bilə bilmirlər. Və sonra da belə deyirlər ki, bəs necə sən PMI sertifikatını almısan, necə peşəkarsan? Yəni bu məsələlər belə son vaxtlar çox dönüb dolaşmaqdadır. Bununla bağlı da elə fikrinizi... Bəli, elektron imtahanın bu baxımdan üstünlükləri də olacaq. Belə ki, verilənlərin, yəni sualların bəzi məqamlarının elektron qaymə formasında, gömrük bəyannəməsi formasında, hər hansı bəyannəmə, yaxud şəxsi hesabdan çıxarılış formasında verilməyi şərait yaranacaq elektron imtahan forması ilə. Bu ikinci mərhələ üzrə deyil mi? Həm birinci mərhələdə də digər məqamlar var da. Məsəl üçün, bugün Maliyyə Nazirliyi bilirsiniz ki, hesabatların maliyyə hesabatlarının verilməsini artıq elektron formada verilməsi üçün müvafiq belə deyək, portal hazırlayıb, bu üzərlə belə deyək, bu da var və digər məqamlar. Bunların tətbiqi üçün elektron imtahan şərait yaradacaq. Lakin burada məqam var ki, bu bəzi iştirakçıların daha çox vaxt sərf eləməyinə səbəb ola bilər. Misal üçün, əlavə dəyər vergisini bəyannəmə formasında versək cavab vərəqini təsəvvürləyin. Şəxs girməlidir, əlavə 1-i doldurmalıdır, əlavə 2, əlavə 3 və bu biz amma bunu bir cəmi vərəq formasında verəndə nisbətən optimallaşdırmış olur, onun vaxt itkisinin qarşısını almış olur. Orada biraz vaxt 3-5 dəqiqə qədər vaxt artıqlığı yarada bilər, məsələn 10 ballıq suallarda. Onun üçün qeyd elədiyimiz o sualların sayının azalmağı önəmlidir ki, həmin suala 10 bal yox, 15 bal kimi qiymətləndirilsə, onun üçün tamam ki 20 dəqiqə yox, 30 dəqiqə ərzində cavablandırmağı nəzərdə tutulsa, imtahan sualı hazırlanarkən çətinlik dərəcəsi rahat şəkildə bəyannəmə formasında verə bilərik və bəyannəməni doldurar. Sonra da o kimi qeyd etdiyiniz kimi çətinliklər aradan qalxmış olar. Fatma, burada madəm ki bu gələcəklə bağlı bəzi belə deyək mesajlar verdiniz ki, belə formatlar nəzərdə tutulubdur. Deməli, həm imtahanın bal məsələsi, say məsələsi, bir dənə də məsələ adətən bu ekspertlər arasında dönüb dolaşır. Bildiyimiz kimi beynəlxalq təcrübədə bu keçid imtahan faizləri fərqlidir. Yəni ES bugün 50% tətbiq edir. Amma biz nəyə baxdıq? Məsələn, Türkiyə təcrübəsinə baxdıqda bu sırf mühasiblərlə bağlı. Məsələn, maliyyə müşavirliyidir, ondan sonra yeminli mühasiblərdir. Və fərqli dövlətlərdə fərqlidir. Onlarda artıq keçid faizləri 65 üzərindədir. Məsələn, 65 var, 70 var bu şəkildə. Yəni bizdə necə gələcəkdə bu keçid balının artması gözlənilirmi? Çünki səbəb nədir? Məsələn, mövcud olan imtahan zaten artıq 5 ildir ki, bu format davam edir və artıq həqiqətən də bu bazarda bir canlanma yaratdı. Yəni həm mühasiblərin arasında mühasiblər bir növ yatmışdılar. Bu imtahanları o qəflət yuxusuna aiddir və maliyyə hesabatının hazırlanmasını beynəlxalq standarta uyğun tətbiqinə artıq başladılar. Və bir növ məsələn biz nəyə görürük? Həm bu şirkətlər, tenderdə iştirak edən şirkətlər ki, maliyyə hesabatlarını hazırlamaq məcburiyyəti var. O şərtlərdən biri kimi qoyulub. Artıq o mühasiblərin canına bununla bağlı bir qorxu düşüb. Mütləq bilməliyik bu işin başqa yönü. İkinci tərəfdən də qanunvericilikdə 2006-cı ildən bəri ölkəmizdə mühasibə sütü haqqında qanunda mühasiblərdən bu tələb olunur. Hətta bu vəziyyət idi ki, 500 manatdan 1500 manata qədər cərimə və fərqli müəssisələrdə həm o siz bayaq vurğuladınız, deməli törəmə müəssisəsi olan şirkətlərdə və s. bunlar ciddi tələb kimi qoyulurdu. Amma yenə də burada bir keçid problemi vardı. Yəni bu həqiqətən də bu imtahan mühasibləri daha da canlandırdı və hətta nəinki mühasibləri, mühasib çoxlu müəllim cəmiyyəsində yaranmasına səbəb oldu. Kursların da sayı gündən-günə artır. Biz o hesablamaları 100-dən çox bu günləri kurs var. Bunun da səbəbi nədir? Gedib imtahan verib gəlirlər ki, artıq mən də dərs keçə bilərəm. Maşallah rəqiblərimiz çoxalır. Bir də işin bu tərəfi var. İndi buradakı məsələ o keçid məsələsidir və bir də staj məsələsidir. Düzdür, bu siz bayaq qeyd elədiniz, artıq Maliyyə Nazirliyi və digər orqanların məsələləridir. Yəni bugün stajsız bir şəxs gəlib imtahan verir və bir də o bal məsələsi. Bu barədə yəni gələcəkdə necə belə bir məlumat olsa, necə düşünürsünüz bu barədə? Yəni imtahan balı artsa mı yaxşıdır, yoxsa elə sabit 50-də mi qalsın? Və bir də staj tələb olunması məsələsi fikriniz necədir?
Bəli, bilirsiniz ki, mən artıq təxminən 2 ildir, 2 ilə yaxındır ki, Dövlət İmtahan Mərkəzində bu işlə məşğulam və bu 2 ildə ekspertlərimizlə bir yerdə bir çox təşkilləşmə, bizim səlahiyyətimiz çərçivəsində və mövcud qanunvericilik çərçivəsində maksimum edilməli təşkilləşmələri etmişik. Misal üçün, ikinci mərhələ üçün xüsusilə qeyd edeyim, vergi qanunvericiliyində küncdə, qıraqda qalan hansı maddələr var ki, onlar tətbiq olunurdu. Məsəl üçün, Əfqanistanda olan döyüşçünün həyat yoldaşı müəssisənin işçisidir, onun gəlirləri soruşur. Belə şəxs Azərbaycanla nə qədərdir, yəni nə dərəcədə əhəmiyyətlidir ki, bu qədər mühasibi o bilgi ilə qiymətləndirək. Yaxud da ki, misal üçün, gömrükdən avtomobillər keçirilərkən bildiyiniz kimi mühərrikin həcminə görə aksiz vergilər olur. Bu bilgilər əzbər tələb olunurdu. Bunları kim heç vergi orqanının öz əməkdaşları belə bunu əzbər yadında saxlaya bilməz və s. Bir çox məsələləri biz təkmilləşdirdik. Həmçinin bal bölgüsü məsələsi, əvvəl bu iştirakçılardan da asılı bəzi məqamlar var idi. İştirakçılar əvvəl belə deyək, vergi dərəcələrini belə bilməyən kifayət qədər iştirakçılar olur, imtahan iştirakçısı oldu ki, əlavə dərbi 18%-dir, vergi tutma bazası nədir, vergi tutma obyekti nədir? Bu kimi məqamları belə bilməyən kifayət qədər iştirakçı var idi. Artıq bu istiqamətdə təşkilləşmə gedib, bal bölgüsü və s. meyarların daha təkmil hazırlanması və sualların hazırlanması eyni şəkildə birinci mərhələdə aiddir. Əmək qanunvericiliyinin həmçinin demək olar ki, hesablama tipli sual olmurdu. Artıq sualların iştirakı hesablama tipli hazırlanır. Mülki qanunvericilikdən belə deyək, mühasibin uyğunlaşacağı formada deyildi, situasiya tipli deyildi bu istiqamətdə. Bu qədərini təkmilləşdirmişik. Bundan sonraki qalır artıq bizim səlahiyyətimizdən daha yüksək. Qanunvericilikdə müvəffəqiyyətli dəyişikliklər olması və səlahiyyətlərin müəyyən qədər artırılması. Düşünürəm ki, bunlar olmadan onu dəyişmək lazım deyil. Çünki orada praktiki bilgisi olan şəxsin ölçülməyinə gəldikdə müşahidə edirik ki, praktiki bilgisi olan şəxslər çox yüksək bal toplamır. Orta bal toplayır. 60-70 arası ballar toplayır. Hətta 55-ə qədər yemiş olur ballar. Bilgisi var, lakin imtahan sualları onların tətbiq elədiyi sahəyə uyğun deyil. Yəni imtahan bütün ölkə üçün nəzərdə tutulduğu üçün, ölkədə olan bütün subyektlər, sahibkarlıq subyektləri nəzərdə tutulduğu, bir şəxs ola bilsin istehsalatla, fəaliyyəti ilə məşğuldur, bir ticarətlə, istehsalatın fərqli cəhətləri var və digər məqamlar. Ona görə onun istifadə eləmədiyi təbii ki, orada məqamlar da var. Keçid balı adətən onun üçün nəzərdə tutulur ki, o bilmədiyi o 30%, 40%, 50% ki, ehtiyac yoxdur, olmasa da keçər. Bu nə üçün nəzərdə tutulur? Yəni, o demək, onun üçün nəzərdə tutulur ki, bu şəxsə ehtiyac olmaya bilər. Orada 70%-lik bütün hər şəxsin, hər bir mühasibin istifadə elədiyi, onun üçün lazım olan məqamlar ölçülməlidir ki, biz də ondan 70 balı məsəl üçün tələb edə bilək. Bugünkü gündə düşünürəm ki, bu real deyil. Həmçinin bir məqamda qeyd edirəm ki, bu imtahanda bəzi məqamlar nəzərə alınıb. Məsəl üçün, açıq tipli suallar 60 bal təşkil edir. Bu olduqca önəmlidir. Birinci mərhələdə. Ki, yəni mühasibatlıq bilgisi olmayan şəxs gəlib imtahanda yəni, variantları təsadüfən seçib keçə bilmir imtahandan. Mütləq yazılı şəkildə yazmalıdır. Bilgisi yoxdursa heç nə yaza bilməyəcək. Ona görə bu bal uyğundur. İndiki şəraitdə düşünürəm, 50 bal. Digər məqam, siz təcrübə məsələsinə toxundunuz. Təcrübə məsələsi təbii ki, qeyd etdiyiniz kimi Dövlət İmtahan Mərkəzinin səlahiyyəti deyil. Necə ki, peşəkar mühasib olmaq üçün tələblər var. Orada deyilir ki, Dövlət İmtahan Mərkəzinin tərəfindən keçirilən imtahandan müvəffəqiyyət qazanaraq peşəkar mühasib sertifikatı almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Yəni, peşəkar mühasib təşkilatının üzvü olmasa, o peşəkar mühasib sayılmır. Eyni məqamı da onun üçün də qoyula bilər. İkinci şərt və müəyyən müddət təcrübəsi olmayan şəxs peşəkar mühasib sayılmır. O artıq Dövlət İmtahan Mərkəzinin səlahiyyətində olmayacaq o olsun. Olmağı önəmlidir, olmağı yaxşı olar müəyyən qədər.
orada da amma çox geniş bir mövzudur. O tətbiqi elə də asan məsələ deyil. Təkcə olaraq praktikası olmaq deyil, o praktikanın ölçülməsi məsələsi də var. Elə şəxs var ki, 20 ildə, 30 ildir mühasibdir, baş mühasibdir, operatordan o tərəf heç nə bilmir. Yəni buna da eyni yanaşaq. Biri də 5 il cəmi praktikası var. Amma o yaradıb, qrup yaradıb orada Türkiyədəki təcrübə belədir ki, deməli, məsələn, orada peşəkar mühasibin yanında işləmək, məsələn, onun imzası olur ki, məsələn, artıq 1 il, 2 il, əvvəl 1 ildən başladılar. İndiki son dönəmdə, məsələn, 3 il bir peşəkar mühasibin yanında 3 il staj olması lazımdır ki, o imtahanda iştirak eləsin. Məsələn, Türkiyə artıq illərdir, təxminən 70-80-ci illərdən bu yana artıq bu imtahanlar davam eləyir. Çox təkmilləşib. Biz amma belə deyək, baxmayaraq ki, biz 5 ildir başlamışıq. Hətta bəlkə elektron formatda da biz bəzi ölkələri də keçmiş sayırıq, demək olar ki. Qeyd elədiyim kimi, önəmli məsələdir, yaxşı tətbiqdir. Amma onun tətbiqi elə də asan deyil, qeyd elədiyim kimi, önəmlidir, olmaq lazımdır yaxın gələcək üçün. Amma o Dövlət İmtahan Mərkəzinin səlahiyyəti deyil. Həmçinin orada məsəl üçün, həmin o peşəkar mühasib ona niyə razı olmalıdır ki, gəlsin onun yanında işləsin, onu öyrənsin. Bu məqamlar var, tənzimlənməlidir qanunvericiliyinə ki, onun üçün bir maraq olmalıdır ki, həm onun belə deyək, peşəkar mühasib olmağına, bu imtahanlarda iştirak edib peşəkar mühasib olmağına stimun verəcək ki, o digərləri ondan asılıdır, gələcək onun mütləq imzasına ehtiyac var. Həm hesabatlar üçün, dövlət orqanlarına hesabat verəndə mütləq peşəkar mühasib imzalamalıdır, həmçinin sertifikat alınmalı şəxs belə onun imzasını ehtiyac olacaq. Önəmlidir bu həmən mühasiblər üçün. Amma bunu necə tənzimlənəcək, necə idarə olunacaq, necə nəzarət olunacaq, bunun üçün kifayət qədər vaxt və müzakirələrə ehtiyac var. Çox sağ olun, Fərqan. Bir dənə də belə bir sualım yarandı. Deməli, bildiyimiz kimi beynəlxalq təcrübədə bu imtahan sırasına baxdığımız zaman biz orada maliyyə çotu, ondan sonra idarəetmə çotu və digər imtahanlar da var. Hardasa həm Türkiyə təcrübəsində, həm ESC-də 6-7 imtahan var. Peşəkar mühasib imtahanı, məsələn, orada həm auditə qədər bəzən imtahanlar da var. F8, məsələn, bildiyimiz F6 və s. Bunlar barədə, bu da bilirik ki, Dövlət İmtahan Mərkəzinin səlahiyyətində deyil. Sadəcə orada bir məsələ ki, yəni məsələn, tələbələrin də iştirak eləməsi üçün, tutalım ki, məsələn, bu günləri ancaq diplomu olan şəxslər imtahanda iştirak edə bilirlər. Bu həm sınaq imtahanında, həm də, yəni sınaq imtahanında tələbələr iştirak edə bilərmi? Bir də növbəti sualım da odur ki, gələcəkdə tələbələrin bu sahəyə marağının artması üçün bir imtahan nəzərdə tutulub bu. Ki, məsələn, maliyyə çoxdur, daha, yəni sırf peşəkar mühasib imtahanı deyildi, amma onlar da bir imtahan versinlər, demin bu imtahanı görsünlər. Məsələn, sadə maliyyə çotumu deyək və yaxud da ki, əməliyyatçı mühasib kimi belə bir nəzərdə tutulub bu. Təşəkkür edirəm. Çox aktual mövzudur, çox gözəl sualdır. Digər bilgilərin, mühasiblərin ölçülməsi önəmlidir. Xüsusilə idarəetmə çotu bilgisini ölçməsi önəmlidir. Çünki sertifikat alanların şəxslərində belə bir şikayətlər var adətən ki, biz bunu öyrəndik, amma bizə lazım deyil. Çünki onun idarəetmə çotu olmadan o mahiyyətinə vara bilmir ki, bunu mən tətbiq eləməliyəm, nə kimi faydaları var. Analiz eləməliyəm, bunları eləyib analiz eləməliyəm. Məsəl üçün, mən özüm şəxsən istehsalata yönümlü olmağım, adətən istehsalat sahəsində fəaliyyət göstərmişəm mühasib kimi. Marağım belə olub ki, orada vəziyyətlər çoxdur. Analiz eləmək üçün məqamlar çoxdur. Yeni hesabatlar hazırlayırsan, daim mövzu təkmilləşdirirsən, daim yenilik eləyirsən. Orada eyni cür qalmırsan heç vaxt. Hətta biz bir ayla növbəti ayda resepturamız eyni olmurdu. Bu gün məsəl üçün Dövlət Vergi Xidməti tələb eləyir ki, ilin əvvəlində resepturanı yerləşdirək, təqdim eləyək vergi orqanlarına. Amma halbuki müəssisənin normal belə də işlək bir istehsalat müəssisəsinin bir ayla digər ayında resepturası eyni olmur.
Dünya bazarında xam malın qiyməti qalxır və ona uyğun tənzimləmələr gedir. O resepturada da müvafiq dəyişikliklər gedir. Yaxud da ki, yeni keyfiyyətli xam mal çıxır, yəni daha keyfiyyətli məhsul istehsal etmək üçün fərqli məqamlar çıxır. Bunları mühasib başa düşməlidir ki, sonra onu bilsin ki, bu maliyyə bilgilərinə malik olsam, onlar mənə nə kömək eləyəcək? Mən şəxsən əvvəl mühasibat ixtisasında fəaliyyətə başlayanda maliyyə bilgilərim bir o qədər də professional, yetərli qədər deyildi. Amma qarşıma çıxan məsələləri sonradan həmən o bilgilərə də malik olduqdan sonra nəzəri bilgilər gördüm ki, o mənə asanlaşdırır da, belə deyək, bu işi. Mənə bu hesabat lazımdır, başqa formada bunu hazırlayırdım. Amma o bilgiləri aldıqdan sonra mən daha asan şəkildə hazırlamış oluram, həm də arxain oluram ki, bu müvafiq standartlara uyğundur, müvafiq qanunvericiliklərə uyğundur. Ona görə idarəetmə çotunun imtahanında əlavə bir imtahan kimi olmağı arzulayardım. Bu istiqamətdə kiçik detallara toxunuruq, onu deyim. Məsələn, ehtiyatlarda maya dəyəri kimi məqamlar onsuz idarəetmə çotunun belə deyək, mövzusudur, toxunur. Amma daha geniş şəkildə ehtiyac var toxunulmasına. Düşünürəm ki, bu kimi məsələlər növbəti ildən müzakirə olunacaq, 5-ci il tamam olundan sonra müzakirə olunacaq. Tələbələr məsələsinə gəldikdə biz universitet rektorlarından bu ötən daha doğrusu görüş keçirdik. Bu istiqamətdə onların təklifləri var. Qeyd etdiyiniz kimi tələbələr bu imtahana daxil ola bilsin. Lakin ilk başlanğıcda bu imtahana daxil olması deyil, sınaq imtahanı formasında daxil olmasına icazə verilməsi, şərait yaradılması nəzərdə tutuldu və müvafiq işçi qrupu yaradılması təklif olundu. Artıq bəzi universitetlər işçi qrupunun üzvünü bizə təqdim ediblər. Yaxın vaxtlarda biz görüş planlaşdırırıq ki, onlarla müzakirə eləyək. Onlar da hal-hazırda daxil olmağını istəmirlər. Bu razılıq aldıqdan sonra biraz tələbələrin üzərində işləyib sonra daxil olmaq istəyirlər. Bilirsiniz ki, tələbələr hal-hazırda daxil olsalar, mənfi nəticələr daha çox ola bilər. Bu da narazılığa səbəb ola bilər. Bu baxımdan işçi qrupunun işinə uyğun olaraq növbəti addımlar atılacaq. Həmçinin biz düşünürük ki, bu haqda ESC ilə daha çox müzakirə apardıq ki, F3 səviyyəsində bir ayrıca imtahan olsun. Peşəkar mühasib sertifikat imtahanına aidiyyəti olmayacaq. Müəyyən qədər aidiyyəti olacaq, hansı hissəsi aidiyyəti olacaq. Hansı şəxslər ki, belə deyək, iqtisadi sahəyə aid təhsili yoxdur, onlar birinci o imtahanı verib sonra girməlidir, daxil olmalıdır peşəkar mühasib sertifikat imtahanlarına. Həmin imtahana eyni zamanda tələbələrin daxil olması nəzərdə tutulur. Bu önəmi nədədir? Bildiyiniz kimi, xarici dil bilgisi olan tələbələrimiz rahatlıqla özlərin əmək bazarına daxil olmaqlarına şərait var, belə deyək. Onlar beynəlxalq hər hansı bir imtahanda iştirak edərək sertifikat ala bilirlər və sonra əmək bazarına daxil olurlar. Amma Azərbaycan dilli tələbələrimiz çox çətinlik çəkir. Onlar necə özlərini doğrultsunlar ki, biz müvafiq bilgiyə sahibik. Universitet diplomu bilirsiz ki, kifayət eləmir. Heç bir xüsusilə özəl sektorda universitet diplomu tələb olunmur. Hətta mühasiblərlə işləmişəm ki, öz mühasibimiz olub, diplom olmayıb. Sadəcə olaraq orta təhsil almasıdır və yetəri qədər də keyfiyyətli işini idarə edir. Ona görə onların özlərini doğrultmaq üçün bir nüfuzlu sertifikata ehtiyac var. Dövlət İmtahan Mərkəzinin verdiyi sertifikat da yetəri qədər nüfuzlu olduğu üçün buna maraqları var. Bu istiqamətdə hal-hazırda müzakirələrimiz gedir. İşçi qrupu ilə də bir görüşdən sonra bu məsələ daha da qabaracaq. Düşünürəm ki, çox uzun çəkmədən bunun tətbiqinə başlaya biləcəyik. Çox sağ olun Faiq müəllim, ətraflı izah verdiniz. Bir dənə də sualımı vermək istərdim. Bu tələbələri çox vaxt maraqlandıran və həmçinin mühasibət sahəsində peşəkar karyerasını qurmaq istəyən şəxslərdə belə bir sual da yaranır ki, mən PMS sertifikatını aldım, tutaq ki, bunun ESC-də gələcəkdə orada olan imtahan kvalifikasiyasında azad olmalar necə ola bilər? Yəni, Dövlət İmtahan Mərkəzinin ESC ilə bir memorandumu, bir razılığı var mı? Məsələn, müəyyən orada məsələn F7-yə və ya DİPAYFAR imtahanı var və s. İndi o başqa zaten onu biz azad edirik. Yəni F7 və digər
mərhələlərdən azad etmə şansı verə bilərmi? Bu nəzərdə tutub bir əldə ESC ilə belə bir anlaşma. Bəli. Bu haqda ötən ilin sonları ESC ilə çox belə də intensiv müzakirələrimiz oldu. Bir çox məsələlərdə razılıq əldə olundu. Lakin hələlik imtahanın elektron keçirilməsi və sairə digər bir çox məsələlərlə əlaqədar hal-hazırda bu il hələ ki müzakirələr dayanıb. Gözlənir ki, imtahanlardan sonra müzakirələr bərpa olunacaq, davam edəcək. Belə bir müzakirəmiz var. Bir çox məsələlərdə razılaşdırılmışdır. Yəni onlar tərəfindən razılıq verilmişdir ki, bu tanıya bilərlər. Onların yeganə şərti o idi ki, onlar da imtahan sualları ilə tanış olsunlar müəyyən qədər. Təkmilləşmədə onlar da öz töhfələrini versinlər. Bu çərçivədə və həmçinin ESC-nin üzvü olsunlar. Bu çərçivədə onlar razılıq vermişdi. Faiq müəllim, bu məqamda bir sual da ağlıma gəldi. Bu, bildiyimiz kimi ədəbiyyat məsələsindən bağlı çox vaxtı iştirakçılar onunla bağlı axtarışda olurlar, şahid edirlər və ekspertlərimiz də qeyd edirlər ki, yəni bununla bağlı Dövlət İmtahan Mərkəzinin bir vahid bir ədəbiyyatı varmı, olmalıdırmı? Bununla bağlı fikriniz nədir? Yəni o ədəbiyyatla bağlı Dövlət İmtahan Mərkəzinin yanaşmasını da qeyd etsəniz yaxşı olar. Təşəkkür ederim. Çox önəmli məsələdir. Həm universitet vaxtı çox çətinlik çəkmişik bu baxımdan. Azərbaycanda ədəbiyyat çatışmazdı. Adətən universitetdə dərsdən sonra müəllimlərin bizdən gözləntisi rus və ingilis dilində ədəbiyyatlar olubdu. Azərbaycanda ədəbiyyat kifayət eləməyibdi. Bu baxımdan hətta öz övladlarımızı da Azərbaycan dilində yox, məcbur olmuşuq özümüzün istəmədiyimiz rus dili bölməsində oxumaqla. Məsələn, mən özüm razı olmuşam. Mən halbuki rus bölməsinə qarşı olan bir şəxs olaraq razı olmuşam. Onu qeyd edeyim ki, onların bu təhsili ilə bağlı hətta iş yerimi və yaşayış yerimi də dəyişməli olmuşam ki, bu bölmədə daha yüksək səviyyədə təhsil ala bilsinlər. Və bu istiqamətdə həmçinin biraz kənara çıxacağam. Təhsil Nazirliyinin islahatlarında da çox arzulayardım ki, yeni tətbiqlər, xüsusilə də mənfi təsir ola biləcək tətbiqlər birinci sinifdən başlayanlar üçün olsun. Bir şəxs 8-ci sinifdə, 5-ci sinifdə artıq oxuyur, onu valideyni bu qədər çətinliklə də olsa verib, sonradan bir dəyişikliklər olur, valideyn artıq bundan razı deyil, valideyn artıq biraz çıxılmaz vəziyyətdə qalır. Bu nəzərə almağını çox istərdim. Əsas bizim müzakirə mövzumuza gəldikdə isə, bəli, bu peşəkar mühasib sertifikatı imtahanları nəticəsində bir çox ekspertlərimiz artıq ədəbiyyatlar yazıblar Azərbaycan dilində. Bu olduqca önəmli məsələdir, təqdirə layiqdir. Mən sizdə bir neçə ədəbiyyatın artıq müəllifisiniz. Təşəkkür edirik ki, bu ölkəmiz üçün, hər birimiz üçün önəmli məsələdir. Bu istiqamətdə çox faydası vardır bu imtahanların. Çox sağ olun. Təşəkkür edirəm verilişə dəvət elədiyiniz üçün. Çox sağ olun Faiq müəllim. Çox maraqlı bir müzakirə oldu, fikir mübadiləsi, səmimi bir fikir mübadiləsi elədik. Mən sizə minnətdaram verilişimizə gəldiyiniz, iştirak elədiyinizə görə. Son olaraq istərdim ki, yəni əgər bir izləyicilərimizə bir fikriniz varsa, bir sözünüz varsa, onu da qeyd edib verilişimizin yekunlaşdıraq. Dəvət elədiyiniz üçün təşəkkür edirəm bir daha. Düşünürəm ki, iştirakçılar üçün maraqlı müzakirəmiz oldu. Hər birini peşəkar mühasib olmağı, öz işlərinin eksperti, mütəxəssisi olmağını arzulayıram. İnşallah bu peşəkar mühasib sertifikatı imtahanlarda onlarda bu istiqamətdə belə deyək, töhfəsi olar, faydası olar. Təşəkkür edirəm. Çox sağ olun Faiq müəllim. Dəyərli izləyicilər, bir növbəti verilişin də sonuna gəldik və ümid edirəm ki, sualların çoxunu əhatə elədik. Faiq müəllim cavablandırdı bunları. Əgər bizim ağlımıza gəlməyən başqa suallarınız olarsa, onu şərhlərdə yazmanızı xahiş edirik və biz onları cavablandıracağıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. İnşallah növbəti verilişlərə görüşənədək sağ olun.